Həxamənəşilərin fars olmağının təhcə mənbəsi Herodotdur. Herodot olmasa, biz deyəmərik ki, həxamənəşilər fars idilər. Çün nə mənə memari ki, həxamənəşilərdən qalıb, nə mənə hətta o mənşurlar ki, qalıb, dilləri, yazmaqları, hər nə mənəsləri elə bir aşurlardılar. Elə bir aşuru siz kopya eləyibsiz, tamamı fərhəngləri, tamamı memarları və sözləri gətiribsiz həxamənəşilərin üstündə paste eləyibsiz. Elə bir həxamənəşilər aşurlardan gəlibdir. Amma Herodot gəldi və bunun bərəksini dedi, aşur deyirlər həxamənəşilər, həxamənəşilər farsdılar. Ki, əlbəttə, ola bilər ki, Kuroş özü aşurlardan idi və gəlib sonra bu Fars məntəqəsində yaşayıbdı və sonra oradan qiyam edib və gedibdi, maddarı tuzdurubdu və həxamənəşilər yola salıbdı. Amma indi, bəlkə biz baxırıq həxamənəşlərə, heç bir İrani və ya orijinal bir memari və ya yazı və ya dil görmürük həxamənəşlərin kol hökumətində. Hər nə mənə memarı vardı, bilirik ki, müxtəlif əqvamın təlfiqi memarısıdır. Amma çoxtər, çox aşurların memarısıdır. İndi soru buradadır. Siz nə cür mənə isbat edə bilərsiniz ki, həxamənəşlər aşurlardan dəyildilər? Siz nə cür mənə isbat edə bilərsiniz ki, Kuroşi ki, ya həxamənəşlərin müəssisidir, özü aşur bir fərd deyil. Heç cürə isbat olamaz. Tarixdə bəzi müvarif var ki, isbat olmaqları qeyri-mümkündür və olumsuzdur.